96, 4-cü qrup B variantı neçə? 14-cü sual. 14-cü suala qədər varmı uşaqlar? Yox. 14-cü sualda kalsium xlorid duzu ərintisinin. Duzun ərintinin elektrolizi sadə bir şeydir. Yəni, daha düşünmürsən ki, burada sudur mu, nə bilim, nəsə, heç nə düşünmürsən. Kalsium xloriddir və salam, kalsium xlor 2 yazırsan. Alınır burada kalsium elektroliz ərinti, alınır kalsium üzərinə gəlsin xlor 2. Daha katodan not neçə onları yazmıram. İndi deyir ki, elektroliz. İndi deyir ki, alınan xlorun hamısı dəmirlə. Diqqətli olursan, əsas məsələ burada. Dəmir xlorla reaksiya girən neçə valentli olurdu? 3 valentli. Alınırdı dəmir xlor 3. H xlorla girəndə 2 valentli olurdu. 2 bura, 3 bura, 2 də dəmirin qarşısına. Deyir 112 qram dəmirlə. 112 qram dəmirlə nə qədər xlor reaksiya girib? Əvvəl onu tapıram. X. 2 vuraq 56 ilə isə 3 mol. X burada edəcək nə qədər? 3 mol xlor. 3 mol. Deməli 112 x 2 vuraq 56, 3 2 vuraq 56 deyə 112 deməkdir. 3 mol xloru tapdıq eləm birinci. Onu qaldıram yuxarıda yerinə qoyuram. Deməli 3 mol xlora yazıram, altına 1 mol yazıram. Neçə qram kalsium alınmışdır deyir. Kalsium üzərinə x yazıram. Altına isə neçə qramla istəyir? 40 qram. X də bərabərdir 120. 40-ı vururuq 3-ə. Kalsium üzərinə x, altına 40. 40-a. Sonra növbəti sual neçədir? 18 əvvəlcə. Hansı reaksiyada hidrogen? 17-ci sualda ümumiyyətcə codluq neçə yerə bölünürdü uşaqlar? Daimi codluq, müvəqqət. 18-ci sual istədin. Alüminium, berilyum, sink, silisium. 4 dənə element yadınızda saxlayın. Alüminium, berilyum, sink, silisium. Yəni A variantı qələvlərdən hidrogen çıxardacaqdır. Bu elementlər yadınızda saxlayırsınız. Qəbula çıxır. Qələvlərdən. Natrium, alüminium, O2, bəli. Sonra. O başqadır qızım. Bax, metallardan alüminium, berilyum, sink, qeyri-metallardan silisium. Qələvlərdən hidrogen çıxardır. Qatı nitrat, duru nitrat və qatı sulfat hidrogen vermir. Bu turşudur. Yəni, heç bir metalla reaksiya girib hidrogen vermir. Başqa bir şeydir, o başqa bir şey. Sonra. 23-cü sualda, bəli. Naməlum alkin. Yəni, söhbət hansı alkindən gedir, bunu sənə demir. Deyir, sən tap da. İndi burada özümüz tapıb, özümüz işləməliyik onun üstündə. Hansısa bir naməlum alkin. Yəni, formul yazırıq da. CnH2. Çıx 2. 8 qram brom. Üzərinə gəlsin brom 2. Alkin 2 mol brom birləşdirir. Alınır CnH2n. Çıx 2. Bromdan 4 dənə. Bu alınır. Burada sığmada aşağıdan yazdıq. Deməli, deyir 1 qram alkin. CnH2n çıx 2-nin üzərinə yazırıq 1 qram. Bromun üzərinə yazırıq 8 qram. Alkin altına 14-in çıx 2. Bromun altına isə 4 vur 80 qram. Burada neçə eləyəcəkdir? 8 ilə 80 getdi 10. 14-in çıx 2 bərabərdir 40-a. 14-inimiz 42. Enimiz də bərabərdir 3, bəli. İndi mənə deyir ki, SPH. Alkində bir dənə 3 qat rabitə yoxdur. Bir dənə də onda tək qat olacaq da. Karbon 3 qat karbon. Bu tək qat rabitə olan karbon hansı vəziyyətində? SPH. Sadəcə bunu soruşun. Neçə dənə karbon? D. Bir dənə. Neçə hibrid orbital var desəydi, onu da 4-ü götürəcəkdik. Sonra. Başqa? Yəni 2 qat rabitəsi yoxdur. Neçənci sual deyin? 29-cu sualda baxa. Hansı reaksiya məhsulu polimerləşmir? Baxın, A variantında karbon 2 qat kənardan alınır. Yəni stirol alınır. Bu 2 qatın hesabına polimerləşəcəkdir. B variantında monohalogeni törəməyə kalium OH-ın spirtdən məhluluna təsir edəndə alken əmələ gəlir. Bu da polimerləşir. C variantında temperatur böyük 425 dərəcə. Bu divinil alınma, hidrogen H2O alınma. Lebedev reaksiyası. Burada 2 qat rabitə var, polimerləşir. D-də temperatur böyük 140 dərəcə var idi, yadınızdadırsa kiçik 140 dərəcə. Böyük 140 dərəcədə alkin alınırdı. Yəni C2H4 alınır, 2 qat rabitə var, polimerləşir. Və sonuncu Y variantında su ilə reaksiyasıdır. Bromu yerinə sadəcə OH yazacaq və hamısı tək qat rabitədir. Yəni CH3 tək qat, CH2 tək qat, CH2OH. Yəni spirtdir də. Bunlar isə polimerləşmir. Polimerləşmə 2 qat rabitənin hesabına baş verir. Deməli, burada Y variantı olacaqdır. Sonra 30-cu sualda. Bayaqkına oxşayır. Kalsium karbidin su ilə reaksiyasından kalsium hidroksid C2H2. Yəni X1-in burada nədir? C2H2-dir. Onun üzərinə 1 mol hidrogen gələndə olur C2H4.
CH4-ün su ilə reaksiyası Markovnikov qaydası deyirdik, alkinlərin su ilə reaksiyası. Düz burada Markovnikov ödəməyəcək, çünki 2 qat rabitə eynidir. CH2 bir tərəfinə OH birləşdirirsən, CH2 o birisini CH3 edirsən. Və bunun mis-oksidlə reaksiyasından, uşaqlar, birli spirtlərin mis-oksidlə reaksiyasından nə alınırdı? Xeyr, birli spirtlərdən, bəli, aldehid. Yəni CH3, C 2 qat rabitə, o aşağı H. CH3, C 2 qat rabitə, o aşağı. İndi burada mən reaksiyada o H-ı qabağa salmışdım, fərqi yoxdur, eyni şey. O da D variantı. Yekunlaşdıq.